Bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bugün biz bunu görürük. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Biz bunu ən azı 20 ilə etdik. 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bugün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir. Azərbaycan 2020-ci ildə qarşıya qoyduğu konkret hədəflərə, ərazilərinin işğaldan azad edilməsi, Ermənistanın kapitulyasiyası və yeni regional reallığın formalaşdırılmasına nail oldu. Bu baxımdan 44 günlük müharibə dünya hərb tarixində və beynəlxalq hərbi ekspertlər tərəfindən 21-ci əsrin müharibəsi kimi xarakterizə olunur. Həm 44 günlük Vətən müharibəsindən də antiterror əməliyyatları zamanı nümayiş etdirilən davranışlar beynəlxalq hüququn bütün və norma və prinsiplərinə, beynəlxalq humanitar hüquq və Cenevre konvensiyalarının bütün faktorlarına əməl olunmaqla müşahidə edildi və bu bir daha sübuta yetirdi ki, Azərbaycan ordusunun yeganə hədəfi işğalçı qüvvələrdir. Vətən müharibəsində Azərbaycan ordusunun ən çox diqqət çəkən yeniliklərindən biri pilotsuz uçuş aparatlarının geniş və sistemli tətbiqi oldu. Ən müxtəlif kamikadze və kəşfiyyat dronlarının vahid komanda idarəetmə sistemi daxilində istifadəsi dünya hərbi ekspertlərinin diqqətini cəlb etdi. Bu müharibə göstərdi ki, bahalı tank və artilleriya sistemləri pilotsuz uçuş aparatları qarşısında acizdir. Azərbaycanın tətbiq etdiyi yeni model müharibələrdə dron dövrünün başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan müharibə vaxtı həm kəşfiyyat, həm müşahidə, həm izləmə, həm aşkarlama, həm raketlərlə zərbə, eyni zamanda da gəzən sursat tipli pualarla hədəflərə zərbə funksiyalarını məhz dronlarla həyata keçirirdi ki, bu da müasir müharibənin paradigmasını tamamilə dəyişdi. 44 günlük müharibənin təhlili göstərir ki, texnologiya həlledici üstünlük yaratsa da əsas faktor siyasi iradə, hərbi planlaşdırma və Azərbaycan əsgərinin döyüş ruhuydu. Bu məqamlar beynəlxalq ekspertlərin də diqqətindən yayınmayıb. Hətta ABŞ-li hərbi ekspert John Spencer Şuşa əməliyyatını müasir urban müharibənin ən maraqlı nümunələrindən biri kimi qiymətləndirir. Onun təhlilinə görə Azərbaycan xüsusi təyinatlılarının ağır texnikadan istifadə etmədən, mürəkkəb dağlıq ərazidən keçərək strateji şəhəri ələ keçirməsi müasir hərb tarixində nadir hadisələr. Bütün bizim hərbiçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm iradə, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər ləyaqət göstərmişik. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu nə qədər yüksək səviyyədədir. Bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Bütün bunların səbəbi var. Əlbəttə ki, bizim ləyaqətli siyasətimiz, sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmiz. İndi Azərbaycan ordusu həm də müasir hərb elminə yeni yanaşmalar gətirən silahlı qüvvələr kimi qiymətləndirilir. Azərbaycan təcrübəsi bu baxımdan bir çox ölkənin öyrəndiyi və tətbiq etdiyi nümunəyə çevrilib. Sabir Bilalov, ASTV xəbər.